Xoş gördük, hörmətli izləyicilər. Sizə mayın 14-ünə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq. Şimal-qərb küləyi səhər arabir güclənəcək. Temperatur gecə 14-18 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qara keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Bizdən bugünlük bu qədər, görüşənədək.